3'ə baxırıq. 23 görün nədir? Bax, Y-yə verir maksimum. Cavabı nədir? 1'də alır, deyir 7. Sonra. Bu birisindən danışırıq. Y-yə bir dənə maksimumunu verir. Nədir? 5'də alır, deyir 9. Deməli deyir, bütün ədəd oxunda təyin olun. Bütün ədəd oxunda təyin olmaq nə deməkdir? Yəni, elə heç qorxacaq bir yeri yoxdur da, aydın mı? Təyin oblasını tapanda deyir, mən sonsuzluq, müsbət sonsuzluqdur. Hər yerdə təyin olun. Kəsilməzdir, tək funksiyadır. 0,6 parçasında ekstremum nöqtələrini verir. Bax, olar. Əgər bu təkdirsə, deməli, bu aralıqda da ekstremum nöqtələrini verirsə, məndən bu aralıqda minimum, maksimum nöqtələrini istəyirsə, yenə köçürməklə alıram. Fikir verin, maksimumu 1'dirsə, düzdür? Başa düşsünüz nə demək istəyir? 0,6'da verir, səndən mənfi 6,6 da istəyir, düzdür? Sən də bilirsən ki, maksimumu 1'də 7 alıbdırsa, minimumu, deməli, onun əksi. Orada deməli 1 demirsən, burada mənfi 1 olacaq, cavabı da mənfi 7 olacaq. Orada maksimumu F5'dür, burada olacaqdır F mənfi 5, cavab olacaq mənfi 9. Bir dənə də nöqtəmiz var ki, hansı ki onun ayağına maksimum olduğu yazılmayıb. Deməli, bu bizim minimum nöqtəmizdir. İstəsəz bunu da yazsınız, qəşəng olar açıq sualda ki, qutarmışıq buna. Minimum nöqtələrinin cəmini istəyir bizdən, onların cəmini istəyir. Yəni, mənfi 7, üstə gələk mənfi 9, üstə gələk 4. Məsəl üçün, sənə maksimum istəyəsi olsaydı, bunun maksimumu nə olur və? Onun maksimumu, bunun maksimumu istəsən, olacaqdı mənfi 3, mənfi 3'də də nə alacaq? Mənfi 4. Tutar. Deməli, bunlar cəmini istəyir bizdən. Cəmdə olar nə? Mənfi 16, mənfi 12. Tutar. Cavab olar C. 23-cü sualın cavabı.